Deyir birinci gün ki ehsan süfrəsi verdim. Bax ehsan süfrəsi verəndə müğayət oluna görün kimi çağırırsınız və süfrəmizdə kim oturacaq. Çalışın toxları ehsana çağırmayın, acları çağırın ehsana. Çalışın imkansızlara iftar verin, imkanlıya iftar verməzlər. Mən çox deyəmirəm bu məsələlərin üstündə, mən biraz pis adamam, sonra pis danışacağım. Deyir birinci gün ehsan süfrəsi açıldı. Gözüm yoldadır. Allah bu kişi gələydi mənim evimə bərəkət verəydi, Allah bunu inan. Bayır axşam oldu, qonaqlıq qutardı, bu kişi gəlmədi. İkinci gün oldu, yenə də süfrələr quruldu, cəmaat gəlir, gedir, hamısına qulluq edirlər, qohumlarım, əqrabalarım. Gözüm qalıb yolda, görən bu hambal gələcək ya gəlməyəcək. Deyir, ikinci gün oldu, gəlmədi. Çox nigaran oldum. Artıq düşündüm ki, deyəsən, layiq bilmədi mənim evimi gəlməyə. Çox nigaranam. Üçüncü günün deyir, ehsan süfrəsində oturmuşdum. Gördüm ki, bu Allahın dostu, Həzrəti İmam Zaman ağanın dostu gəldi. Gəldi, mən də deyir, oturmuşam. Daha indi bu həcdən gəlib. Mən deyir, oturmuşam, qardaşım, əmmim uşaqları qulluq edirlər. Deyir, mən bunu görəndə ki, qapıdan girdi, istədim durum, gözün ağartdı, mənə işarə elədi ki, bəs biz söz danışmışıq axı. Sən bir dənə İsfahanın tanınmış taciri, mən də İsfahanın hambalı. Durarsan ayağa deyərlər, sən hambalın ayağına niyə durdun? Çalışın hambal gələndə ayağa durun, kasıb gələndə ayağa durun, yetim gələndə ayağa durun. Qudurmuş it kimi quduzların ayağına durmayın. Deyir, gözün ağartdı mənə, bunun sözündən çıxa bilmərəm ki, bu İmam Zamanla oturur durur. Ağadır bu. Cəmaat elə bilir, hambaldır. Ağadır bu. Şahdır bu. Deyir, oturdum. Artıq deyir, 3 gündür məclis verdik. Gələn qonaqlar gəlib gedib. 3-cü gündür, artıq məclisin axırıdır. Günorta namazından sonradır, axşam tərəfi. Məclisin seyrək vaxtıdır. Deyir, götürdülər, bir stəkan çay qoydular bunun qabağına. Gördüm, yemək gətirən yoxdur. Baxdım, gördüm, yemək gəlməyib buna. İstədim qardaşıma, əmmim oğluna deyim. Oradan deyir, mənə bir dənə işarə elədi ki, bəs söz danışmışıq axı, vədəni pozma. Deyir, ürəyim yanır, deyir. İmam Zamanın dostu gəlib oturub süfrənin başında yemək verən yoxdur. Restorandan çıxıb gələnlərin qabağına yemək düzürlər. İndi çoxları hindi də o cür eləyir. Ehtiyacı olanlara yemək verən yoxdur. Deyir, dili ilə deyir ki, mən yemişəm. Deyir, evi o bir tikədə yedə. Hələ ona paraca verdi, o bir tikəmi. Deyir, gördüm ki, buna adam yerinə qoyan yoxdur. Allah, bu nə iş idi, mən düşdüm. İmam Zamanın dostu, Allahın dostu gəlib otur mənim evimdə. Çörək qoyan yoxdur bunun qabağına. İstəyirəm deyim. Deyir, işarə eləyir mənə ki, məbbada, məbbada, məbbada. Deyir, bir stəkan çay içdi, biraz da oturdu, heç kim etsinə qoymadı qabağına. Durdu, dedi, Allah ziyarətimizi qəbul eləsin, çıxdı, getdi, ac-ac. Çıxdı, getdi, deyir, ac. Məclis qutardı, bitdi. Məclislərin səhəri günü artıq ki, biz 4-5 gündür gəlmişik Məkkədən. Getdim, bazarda bunu tapdım. Bazara işə gəlirdi hər gün. Getdim, deyir, bunu bazarda tapdım. Düşdüm əlinə ayağına. Səni and verirəm Allaha. Məni də bağışla, qohumlarımı da bağışla. Biz ədəbsizlik elədik sənə. Sənə yaraşmayan hərəkətlər oldu sənə qarşı. Toxları doydurdular, səni doydurmadılar. Sən Allah məni bağışla, sən İmam Zaman məni bağışla. Deyir, dedi, bu söhbətləri eləməklə, boş verginə. Bu dünya belə gəlib, belə də gedəcək, narahat olma. Nə istəyirsən? Deyir, dedim ki, daha indi olar bilmədilər də sən kimsən, mən ki bilirəm sən kimsən. Nə olar, gəlim yanva, mənə kömək elə adam olun. Gəlim yanva, mənə kömək elə adam olun. Deyir, dedi ki, hacı, elə bil biraz gecikmisən. Deyir, çox narahat oldum. Dedim, adam olmağa. Dedi, yox, Allahın rəhmət qapısı, tövbə qapısı həmişə açıqdır. İnsan haçan istəsə kamillik tapa bilər. Məni ilə dostluq eləməyə gecikmirsən. Mənim ömrümdən qısa günlər qalır. Daha çox görüşə bilməyəcəyik. Amma sənə bir dənə görüş verirəm. Gələrsən evə, biraz danışarıq. Bəzi şeyləri əsrar-ı ilahidən, o Allahın sirlərindən bəzilərini öyrədərəm sənə. Deyir, vaxt vədə oldu, gəldim. Elə bil, məsələn, bir saat deyib mənə, məsələn, sabah saat 11-də gələrsən. Deyir, mən istədim biraz zirəklik eləyim. Dedim, bir saatda tez gəlim, biraz çox istifadə eləyim bundan. Bir saat tez gəldim bunların küçəsinə, adres verib də.
Deyir gəldim, evi tapa bilmirəm. Bu küçə ilə o tərəfə gedirəm, bu tərəfə gedirəm. Bütün rəqəmlər var, bu deyən rəqəm yoxdur. Deyir, bir saat ki tamam oldu, bu mənə demişdi saat 11, mən də ondan küçədə evi axtarırdım. Saat 11 olandan sonra gördüm elə ev buradadır ki. Amma mən bir saatdir gəzirəm, o evi görə bilmirəm. Deyir, gəldim, qapını döydüm. Möminlər, diqqətli olağa. İmam deyir ki, Allah dostların içinizdə gizlədir. Bilmirsən kimdir? Deyir, qapını döydüm, xanımı gəldi, qapını açdı. Xanımı gəldi, qapını açdı. Dedim, ağa evdədir. Deyir, xanımı təəccübləndi. Dedi, sən İsfahanlısan? Dedim, hə. Dedi, nə yaxşı ağa deyirsən ambala. Xanımı bilir bu kimdir. Amma İsfahanlılar bilmir axı. Dedi, sən İsfahanlı olduğun halda nə yaxşı hambala ağa deyirsən. Deyir, dedim ki, xanım, mən ağanı tanıyıram. Xanım